Təsəvvür edin uzanmısınız yerinizdə, əlinizdə telefon. Tinderdə profilləri sağa sola fırladırsınız və qabağınıza bir oğlan çıxır. Simon Levayev. Şəkillərə baxırsan, uşaq bəy balasıdır. Şəxsi təyyarələr, bahalı yaxtalar, hər gün bir ölkədə lüks otellər. Özünü də hamıya almaz milyarderinin oğlu kimi soxuşdurub. Qızlar da elə bilir ki, ayda bəxtimə bax, göydən başıma milyarder düşdü. Amma hardan bilsinlər ki, bu milyarder yox, bunların ciblərini təmizləməyə gələn peşəkar bir tülküdür. Əsl adı da Şimen Hayutdur. İsrail qaçqınıdır. Amma qızlar hələ ki bunu bilmirlər. Hekayəmiz Cecilia adlı bu qızla başlayır. Amma Cecilia elə belə qız deyil ha. Bu qız uşaqlıqdan bəri Disney nağılları ilə, Rapunzel'in, Zoluşkanın hekayələri ilə böyüyüb. Beynində həmişə bir fikir var. Ayda bir gün mənim də ağatlı şəhzadəm gələcək, məni bu qaranlıq qəsrdən xilas edəcək və biz bir ömür boyu xoşbəxt yaşayacağıq. Ayda qız o qədər saf, o qədər təmiz duyğularla sevgi axtarır ki, elə bir real həyatda, elə o baxdığı cizgi filmləri kimidir. Elə bu Tinder'da da həmin o şəhzadəni tapmaq üçün fırladır. Və bəxtindən qarşısına bu Simon çıxır. Qız elə bilir ki, ayda Rapunzel'in nağlı real oldu. Bəxtimə bax, göydən başıma milyarder bir dənə şəhzadə düşdü. Amma hardan bilsin ki, bu göydən düşən milyarder yox, bunun cibini təmizləməyə gələn peşəkar bir tülküdür. Tülkünün biri tülkü. Tülkü. Tülkünün biri tülkü. Adam arvadına söyər mi? Tülkü. Bu Simon var ha, fırıldaqçılığın hardansa Instagramdan falan dərsliyin alıb. Adam əməli başlı fırıldaqçılığın kitabını yazıb da. Qızın o saf, nağılvari dünyasını elə ilk görüşdən oxuyur. Bu qızı 5 ulduzlu otelə çağırır, sonra deyir ki, bəs mənim işlə bağlı Bolqaristana falan getməliyəm. Gəl mənim şəxsi təyyarəmlə birgə gedək. Bizim bu nağıllar pərisi Cecilia da fikirləşir ki, oho, şəhzadə məni öz sehirli dünyasına aparır, niyə də getməyim? Qoy bunun başına dönərəm, bunu yerdə axtarırdım, göydə tapmışam. Hara buraxıram bunu mən? Qızın gözlərini lüks həyatla elə boyayır ki, qız uşağın dalınca qaçır. Uşaq bunu tam bir şəhzadə nağlı yaşadır. Bahalı restoranlar, lüks hədiyyələr və daha nələr. Qız artıq buna dibinə kimi aşiq olandan sonra uşaq birdən-birə dramatik rejimi qoşur. Cecilia gecə vaxtı qanlı şəkillər, qorxulu səs yazıları atır ki, bəs ay aman, almaz biznesimdə düşmənlərim məni tapdı, can güdənimi də vurdular. Kartlarımı da dondurublar. Mənə təcili nağd pul göndərə bilərsən? Yoxsa məni öldürəcəklər. İndi özünüz fikirləşin. Sevdiyiniz o göylərə qaldırdığınız şəhzadəniz belə zülm çəkdiyini görsəniz nə eləyərdiniz? Qız o saflığı ilə inanır, qaçıb tam 9 fərqli bankdan 100 minlərlə dollar kredit götürür. Bütün var yoxunu bu Simona göndərir. Simon da hər dəfə deyir ki, narahat olma aşkım, həftəyə sənə almaz şirkətinin çekini göndərəcəm. Amma çeklər təbii ki, saxta çıxır. Bəs bizim bu milyarder bu pulları nə edir? Nə edir? Bax, fırıldağın şahəsəri burasındadır. Bu uşaq Cecilia'dan aldığı pulu gedir Tinder'da başqa bir qızı, Pernil adlı İsveçli qızı şəxsi təyyarədə gəzdirir. Pernil da özünü milyarder kimi göstərir. Yayda Myknosda milyarderlik partiləri verir. Sonra eyni ssenarini Pernil'ə də tətbiq edir. Düşmənlərim məni axtarır, mənə pul lazımdır. Buna görə mənə pul göndər. Yəni rəsmən bir qızın pulu ilə o biri qıza lüks həyat satır. O birinin aldığı ilə də üçüncünü alladır. Akşadan fırıldaqçılığın Ponzi piramidasını qurub, fırradır milləti. Amma nə deyiblər? Hər nağılın bir sonu var. Cecilia artıq bankrot olandan sonra başa düşür ki, aldanıb. Qız oturub ağlamır. Gedir jurnalistlərə hər şeyi danışır. Beləcə Simonun şəkli bütün dünyaya yayılır. Bax elə bu moment oyuna 3-cü qurban daxil olur. Ailen. Bu qız internetdə Simonun fırıldaqçı olduğunu görəndən sonra şoka düşür. Amma öz rəngini bildirmir. Onu elə öz silahı ilə vurmaq qərarına gəlir. Simona zəng edir ki, əzizim, polislər səni axtarır. Gəl sən mənə o bahalı brend geyimlərini ver. Mən onları internetdə satıb sənin üçün pul düzəldim. Simon da sevinir ki, ayda nə ağıllı sevgilim var ha mənim. Ailen Simonun bütün bahalı geyimlərini yığıb aparır və internetdə satıb pulları özünə götürür. Simon isə pulları bitdiyi üçün lüks otellərdən qovulur. Ucuz kafelərdə qalıqlardan qidalanmağa başlayır. Bizim bu milyarder rəsmən dilənçi gününə düşür. Ən sonunda Ailen polislə əməkdaşlıq edir və Simon aeroportda tutulur. Bəs sizcə bu qədər insanın həyatını məhv edən 10 milyon dollar pul çırpışdıran adama nə qədər cəza verirlər? Cəmi 15 ay.
Üstəlik cəmi 5 ay yatıb azadlığa buraxılır. Adam hazırda yenə lüks həyat yaşayır. Qızlar isə hələ də banklara o kreditləri ödəyirlər. Ədalətin bu imiş dünya. Ey dünya. Dostlar, bu arada film real hadisələrə əsaslanır. Əgər izləmək istəyənlər olsa girib Netflix-dən izləyə bilərlər. Amma gəlin düzünü danışaq da. İndi çox qıza necə bir oğlan istəyirsən desən, təsvir etdikləri o ideal bəy obrazı konkret elə bu Simonun profilidir. Altında bahalı maşın, əlində qəşəng saat, hər gün xarici ölkədə şəkil-məkil, biznes klassda uçuşlar. Yəni adam əslində bizim çox qızın o xəyalındakı ağatlı şəhzadə rolunu real həyatda oynayıb. Amma gördüyümüz kimi o lüks parıltının arxasında konkret cibgir bir tülkü çıxa bilər. İndi sizə səmimi bir sual. Bir insanın sizə göstərdiyi o parıltılı maskalın arxasındakı əsl simanı görmək üçün sizcə ən etibarlı yol hansıdır? Və siz necə həyatınızda belə peşəkar bir manipulyasiya ilə qarşılaşmısınız? Fikirlərinizi rəylərdə gözləyirəm. Gəlin ki, konkret söhbətləşək. Videonu bəyənib kanala da abunə olmağı unutmayın. Sağ olun və özünüzə yaxşı baxın.